Abituriyentlərin tarixdə ən böyük çətinliyi elə situasiyalardır. Müəllimdən soruşaq görək, situasiyalara asan həll eləməyin yolu nədir? Deməli, situasiyaları necə yazmaq lazımdır? İlk növbədə 3-cü qruplar ümumi tarixə diqqət yetirməlidir. 2-ci qruplar isə Azərbaycan tarixinə. Nəyə görə belə olmalıdır? Çünki 3-cü qruplara daha çox situasiyalar ümumi tarixdən düşür. 2-ci qruplara isə Azərbaycan tarixində. Yəni biz bunu qəbul suallarından da görürük. Ona görə 3-cü qruplar öz suallarını ümumi tarixdə axtarır, 2-ci qruplar isə öz suallarını Azərbaycan tarixində axtarır. Daha sonra hər iki qrupda nəyə diqqət yetiririk? 19-20-ci əsrdən olan məsələlərə daha çox diqqət yetiririk. Çünki biz görmüşük ki, şahid olmuşuq ki, ən çox həm ikinci qruplarda, həm üçüncü qruplarda 19-20-ci əsrdən olan hadisələr. Məsələn, AXC, ABŞ-dır, konqreslərdir, müharibələrdir. Bu kimi şeylər daha çox üstünlük təşkil edir. Daha sonra nə etməliyik? Situasiyanı diqqətlə oxumalıyıq. Situasiyanı diqqətlə oxuyub buradakı açar sözləri müəyyən etməliyik. Yəni söhbət nədən gedir? Söhbətin nədən getdiyini gördükdən sonra daha sonra suallara baxmalıyıq. Suallara baxdıqdan sonra bir də situasiyanı təzədən yenə diqqətlə oxuyub öz cavabımızı orada axtarmalıyıq. Daha sonra isə situasiyaya bağlı 3 sualı görürük və bunu oxuyub cavabını axtardıqdan sonra necə yazacağıq? 2 səbəb və yaxud da ki, 2 nəticə istənilən cavablar olur ki, burada daha çox nəyə diqqət yetirməliyik? Burada daha çox diqqət yetirəcəyik görək. Burada tarixi faktlar varsa, tarixi faktları yazırıq. 2 səbəb və yaxud 2 nəticə istənilən yerlər var ki, burada çalışacağıq ki, konkret şeylər yazaq və eyni mənaya gələn cümlələrdən istifadə etməyək. Yəni, eyni mənaya gələn cümlələrdən istifadə edəriksə, o zaman bizim yazdığımız yarı bal götürülə bilər. Fərqli mənaya gələn, amma konkret 2 cümlədən istifadə edəcəyik. Səfəvlərlə Osmanlılar vuruşdu. Hə, Osmanlı məğlub oldu. Yox, daha dəqiq hansı döyüş baş verdi? Hansı döyüşdə məğlub oldu? Səfəvlər hansı döyüşdə qalib gəldi? Bunu tarixi faktlarla yazsa tam bal ala bilərik. Daha sonra isə situasiyaya bağlı testlərin yazılması. Situasiya ilə bağlı testlərin yazılmasına önəm veririk. Çünki bu bizim situasiyaya test alışqanlığımızı artıracaq. Daha sonra isə tarixi yazmağın tək yolu tarixi çox oxumaqdır yazmışam. Bəli, tarixi çox oxumaq lazımdır. Nə qədər də kənar üsullardan, kənar vasitələrdən istifadə etsək də, tarixi oxumadan tarixi yazmaq mümkün deyil. Ona görə tarixi yaxşı yazmaq istəyən uşaq tarixi daha çox oxumalı və bununla bağlı daha çox testlər işləməlidir. Sağ olun. Onlayn və yəni dərslərimiz artıq başlayıb və davam edir. Qeydiyyat üçün 099 899 67 77 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bu arada səhifəni izləməyi unutmayın.